İndi sizin üçün kiçik bir sirrimizi paylaşacağım. Ailə rituallarından biridir və çox vaxt da ailə münasibətlərində bu tip rituallar olmalıdır. Hərənin özünə məxsus öz münasibət modelində olan kiçik bir xoşagəlimli bir vərdişlər olmalıdır ki, sizi bir-birinizlə daim bağlı edəcək. Buna deyirlər psixoloji lövbərlər. Sanki bunu dedinsə, bunu etdinsə, mütləq qarşı tərəfdə o hisslər oyanır. Bax, biz ailəlikcə uşaqlarla birgə mütləq şəkildə evdən çıxdıqda, evə daxil olduqda mütləq bir-birimizə qucaqlayıb, bir-birimizə təşəkkür bildiririk. Nə yaxşı ki varsan. Bax, bu sözlər bu cür gözəl, isti münasibəti gündəlik rutinə salmaq vacib şərtlərdən biridir. Yox, ailə münasibətləri sevgini öldürür, dağıdır. Qəti şəkildə bu kimi fikirlərə inanmayın. Özünüz şəxsi təcrübədə belə bir hallar yaşamısınızsa, təəssüflər, bu münasibətlərdə yaranmış problemlərin səbəblərini araşdırın, aradan qaldırın ki, həyatınız münasibətlərdə daha rəngarəng, daha xoş və yadda qalan keçsin.